Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Ve men tabi'ahum bi ihsanin ila yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefkahu qavli. Əziz qardaşlar, möhtərəm müsəlmanlar, Allah'tan istəyirəm ki, bu məclisi hər birimiz üçün xeyirli, faydalı etsin. Sonra dəyərli qardaşlar, danışmaq istədiyim mövzu Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmin yolunu təqib etmək, onun buyurduqlarını yerinə yetirmək və onun gətirdiyi dini gözəl şəkildə qəbul edib yaşamaqdır. Hansı ki Allah Rəsulu sallallahu aleyhi və səlləm insanlara çatdırdığı yalnız Allah'tan olub. Yəni onun danışdıqları heç zaman özündən olmuyor. O nəyi danışıbsa, nəyi ümmətə tövsiyə edibsə, nəyi qadağan edibsə və yaxud da ki, nəyi əmr edibsə, onun danışdıqları hamısı Allah'tan ona bir vəhiy və bir ilhamdır. Necə ki, Allah Teala onun barəsində buyurur ki, وَمَا يَنْتِقُ عَنِ الْهَوَى O öz havasından danışmazdı. Fikir verin, Allah Teala o şəxs barəsində açıq aydın bildirir ki, onun danışdığı havadan deyildi. Yəni, öz istəyindən dolayı, öz şəxsi arzularından dolayı deyildi. Allah Teala bildirir ki, in huwa illa vahyun yuha. O ancaq ona vəhy olunan o vəhyi danışardı. Yəni Allah Teala ona vəhy edərdi və o vəhyin əsasında insanlara danışardı. Onun danışdıqları Allah'tan olan bir vəhy idi, bir ilham idi. Ona görə dəyərli qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləm yoluna tabi olmaq hər bir müsəlman üçün, hər bir özünü İslam'a nisbət edən şəxs üçün vacibdir. Fikir verin, Allah Teala Quran-ı Kərimdə bir neçə ayələrdə Peyğəmbərə tabi olmağı əmr edir. Açıq aydın şəkildə Allah Teala Peyğəmbərə tabi olmağı ümmətə əmr edir. Quran-ı Kərimdə Allah Teala bildirir ki, ya eyyuhəllədinə əmənu ati'ullaha və ati'ur rasul. Allah Teala açıq aydın burada iman əhlinə xitab edir. Diqqət edin iman əhlinə. O şəxslər ki, qəlbində iman daşıyır, Allah Teala iman daşıyanlara xitab edir. Ey iman gətirənlər, Allaha itaət edin və eyni zamanda onun Peyğəmbərinə itaət edin. Deməli, Allaha itaət Peyğəmbərlə bərabər olmalıdır. Yalnız tək Allaha itaət olmamalıdır. Yəni, tabiçilik tək Allaha olmamalıdır. Allahla bərabər Peyğəmbərə də mütləq tabiçilik olmalıdır. Əksi halda o tabiçilik keçərli deyil. Çünki Allah Teala Quran-ı Kərimdə açıq aydın iman əhlinə xitab edir. Ey iman gətirənlər, Allaha və Rəsuluna, Peyğəmbərinə itaət edin. Fikir verin, başqa bir ayədə Allah Teala Quran-ı Kərimdə bildirir ki, əgər siz möminsinizsə, yəni siz inancılı olmağınızı iddia edirsinizsə, o zaman Allaha və Rəsuluna tabi olun. Əgər bir şəxs özünün mömin olmasını, iman sahibi olmasını, inancılı bir insan olmasını iddia edirsə, ortaya qoyursa, Allah Teala əmr edir ki, Allaha və Rəsuluna itaət edin. Fikir verin, Allah Teala buyurur, وَاَتِعُ اللّٰهَ وَرَسُولَهُ اِنْ كُنْتُمْ مُؤْمِنِينَ Əgər siz möminsinizsə, inancınız varsa, o zaman Allaha və onun Peyğəmbərinə tabi olun. Açıq aydın ayədə bildirilir ki, iman daşıyan insansansa, əgər sən möminsənsə, mütləq sən Allahla bərabər Peyğəmbərə tabi olmalısan. Əksi halda bu iman keçərsiz sayılır. Yəni, mücərrəd olaraq bir insan Allaha iman gətirib, Peyğəmbərə iman gətirməzsə, o zaman onun imanı səhih hesab olunmaz. Çünki bu Allah Teala'nın əmridir, 7 qat səmanın üzərindən nazil olan bir əmrdir. Fikir verin, dəyərli qardaşlar, Allah Teala başqa ayədə Allahla bərabər bir çox ayələrdə həm Peyğəmbərə tabi olmağı əmr edir, yəni özü ilə yanaşı, öz adı ilə yanaşı, Peyğəmbərə də tabi olmağı əmr edir. Eyni zamanda özü ilə bərabər Peyğəmbərə qarşı gəlməyi də Allah Teala çəkindirir. Allah Teala açıq aydın bildirir ki, وَاَتِعُ اللّٰهَ وَاَتِعُ الرَّسُولَ وَاحْذَرُوا Allaha itaət edin, Peyğəmbərə itaət edin, onlara qarşı gəlməkdən çəkinin. Bu ayə nəyi göstərir? Bu ayə onu göstərir ki, itaət mühümdür, vacibdir Allaha, Allahla yanaşı Peyğəmbərə. Eyni zamanda Allahla bərabər Peyğəmbərə qarşı gəlmək, Peyğəmbərə asi olmaq, müxalif olmaqdan da çəkindirir Allah Teala. Vahzaru, yəni Allahla bərabər Peyğəmbərə qarşı olmaqdan, müxalif olmaqdan çəkinin. Deməli, insanın üzərinə düşən nədir, əziz qardaşlar? Əgər möminsənsə, iman daşıyırsansa,
Allaha itaat edirsənsə, itaat etməyi qəbul etmisənsə, o zaman sənin üzərinə düşən nədir? Peyğəmbərə tabe olmaq və eyni zamanda Peyğəmbərə qarşı gəlməkdən də çəkinməkdir. Fikir verin, başqa bir ayədə Allah Teala buyurur ki, əgər insan Allahla bərabər Peyğəmbərə tabe olarsa, açıq-aydın qurtuluşa nail olacaq. Bir mənalı olaraq. Bu ayələri kimə nazil edib Allah Teala? Aqil insanlara, ağıl sahiblərinə. Kim Allahla bərabər Peyğəmbərə itaat edərsə, Peyğəmbəri qəbul edərsə, onun yolunu təqib edərsə, bir mənalı olaraq böyük bir zəfərə və qurtuluşa nail olacaq. Allah Teala Quran-ı Kərimdə bildirir ki, "Mən yuti'illâhe və rasûlehu faqad fâze fawzan azîmə." Kim Allaha itaat edərsə və eyni zamanda onun peyğəmbərinə itaat edərsə, o artıq böyük bir qurtuluşa nail olar. Fikir verin. Faqad fâze fawzan azîmə. Artıq o böyük bir qurtuluşa nail olar. Yəni aqil insan düşünməlidir. Allaha tabeçilik Muhammed sallallahu aleyhi və səlləmlə bərabər olmalıdır. Allah Teala da 7 qat səmanın üzərindən bu ayələri aqil insanlara nazil edir ki, o insanlar düşünsün, dərk etsin ki, yəni Allaha tabe olmaq tək Allaha tabe olmaqdan asılı deyil. Allah əmr edir ki, Peyğəmbərinə də tabe olduğun təqdirdə Allah səni böyük bir qurtuluşa nail edəcəkdir. Ona görə əziz qardaşlar, əslində özü özlüyündə Peyğəmbərə tabe olmaq məhz Allaha tabe olmaqdır. Kim Peyğəmbərə tabe olarsa, Peyğəmbərin buyurduğunu yerinə yetirərsə, qadağan etdiyindən çəkinərsə, elə Allahın özünə tabe olmuş olur. Necə ki Allah Teala Quran-ı Kərimdə bildirir bu barədə. Allah Teala Nisa surəsində bildirib ki, "Mən yuti'ir rasulə faqad ata'allaha." Kim Peyğəmbərə tabe olarsa, artıq o Allaha tabe olmuşdur. Ayədə Allah Teala bildirir ki, "Faqad ata'allaha." Kim Peyğəmbərə tabe olarsa, artıq o Allaha tabe olmuşdur. Deməli, Allaha tabe olmaq mütləq Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər olmalıdır. Ona görə bu günümüzün ən mühüm məsələlərindən biridir. Ən əsas və aktual məsələlərindən biridir. Bugün bir kəsim insanlar var ki, Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmə qara yaxırlar və onun gətirdiyi şəriəti, onun hədislərini inkar edirlər. Nəinki inkar etmək, inkarçılığın üzərində təbliğat aparırlar. Ona görə hər bir mömin ayıq-sayıq olmalıdır. Hər bir Allahı və Rəsulunu sevən insan qəlbində Allahla bərabər Peyğəmbərinə qarşı məhəbbət olmalıdır, sevgi olmalıdır və ona tabe olmalıdır. Çünki Allah Teala Quran-ı Kərimdə açıq-aydın bildirir ki, kim Peyğəmbərə tabe olarsa, o Allaha tabe olmuşdur. "Mən yuti'ir rasulə faqad ata'allah." Kim Peyğəmbərə, Rəsula tabe olarsa, artıq Allaha tabe olmuşdur. Ona görə də dəyərli qardaşlar, Allaha və Rəsuluna tabe olmaq nəticə etibarilə insanı əbədiyyən cənnətə daxil edəcək. Əksi halda Allaha və Rəsuluna qarşı gəlmək, yəni Allahla bərabər Rəsula da qarşı çıxmaq, deyək ki, Rəsula qarşı gəlmək, Rəsulu inkar etmək, Rəsulun buyurduqlarını qəbul etməmək, yəni Allahın buyurduqlarına qarşı gəlməkdir. Çünki Allah Teala əmr edir ki, bir çox ayələrdə Allaha və Rəsuluna tabe olun. Allah və Rəsulu nəyə buyurdusa onu götürün. Nədən çəkindirdisə ondan çəkinin. Və bu onu göstərir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə tabe olunduğu təqdirdə Allah Teala onu ağaclar altından axan cənnətlərə daxil edəcək. Çaylar axan cənnətlərə daxil edəcək. Əksi halda kim Peyğəmbərə qarşı gələrsə, üz çevirərsə, onun üçün bir mənalı olaraq ağrılı, acılı əzab olacaq. Quran-ı Kərimdə Allah Teala bildirir ki, "وَمَنْ يُطِعِ اللّٰهَ وَرَسُولَهُ يُدْخِلُهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارِ." Kim Allaha itaat edərsə və onun Rəsuluna, Peyğəmbərinə itaat edərsə, Allah onu altından çaylar axan cənnətlərə daxil edəcək. Bir mənalı. Əgər bir insan Rəsula tabe olacaqsa, Allah Teala bu ayədə açıq-aydın bildirir ki, "Yudxiluhu cennetin tecri min tahtiha al-anhar." Allah onu altından çaylar axan cənnətlərə daxil edəcək. Lakin dəyərli qardaşlar, əksi halda əgər bir insan Peyğəmbərə tabe olmazsa, onun gətirdiyinə qarşı çıxarsa, üz çevirərsə, Allah Teala bu barədə də bildirir ki, onun üçün ağrılı, acılı əzab olacaqdır. Ayənin ardında Allah Teala buyurur ki, "وَمَنْ يَتَوَلَّى يُعَذِّبْهُ عَذَابًا أَلِيمًا." Kim üz çevirərsə,
Allah və Rəsuluna qarşı gələrsə, onun üçün ağrılı, acılı əzab var. Allah onu ağrılı, acılı əzaba düçar edər. Allah qorusun. Ona görə dəyərli qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləmin yolunu təqib etmək, onun yolunu izləmək hər bir müsəlmanın üzərində əsas görevlərdən biridir. Yəni insan İslam'a qədəm qoyursa, İslam'ı qəbul edirsə, İslam'ı yaşayırsa, mütləq onu Allahla bərabər Peyğəmbərə də tabi olması vacibdir. Peyğəmbərin buyurduqlarını da yerinə yetirməsi vacibdir. Əksi halda Allah Teala təhdid edir. Əgər kim Peyğəmbərə qarşı gələrsə, Allah Teala onun üçün buyurur ki, ağrılı, acılı əzab var onun üçün. Fikir verin. Başqa bir ayədə Allah Teala buyurur: "Və men yuti'illaha və rasulahu yudkhiluhu cennetin tecri min tahtiha'l enhar halidin fiha." Allah Teala bu ayədə bildirir, kim Allaha itaat edərsə və onun rəsuluna itaat edərsə, Allah onu altından çaylar axan cənnətlərə daxil edər və o orada əbədi qalar. Fikir verin. Yudkhiluhu cennetin tecri min tahtiha'l enhar halidin fiha. O orada əbədi qalacaqdır. Ona görə insan Peyğəmbərə tabi olduğu təqdirdə cənnəti qazanacaqdır. Əksi halda, əgər Peyğəmbərə tabi olmazsa, asi olarsa, qarşı gələrsə, Allah Teala Quran-ı Kərimdə bir neçə ayələrdə bildirir ki, onun qarşılaşacağı əzab və cəhənnəmdir. Ayənin növbəti hissəsində fikir verin, Allah Teala nə buyurur? "Və men ya'sillaha və rasulahu və yeta'adda hududahu yudkhiluhu naran khalidan fiha və lehu azabun muhin." Allah Teala bu ayədə bildirir ki, kim Allaha və onun Peyğəmbərinə asi olarsa, qarşı gələrsə, Allah və eyni zamanda Allahın qoyduğu hədləri aşarsa, Allahın qoyduğu hədlər nədir? Allah və Rəsuluna tabi olmazsa, Allah və Rəsulunun buyurduqlarına qarşı gələrsə, Allah deyir onu əbədi qalacağı bir cəhənnəmə vasil edər. Və onun üçün alçaldıcı bir əzab var orada. Fikir verin. Açıq aydın Allah Teala bildirir ki, yudkhiluhu naran khalidan fiha və lehu azabun muhin. Allah onu içində əbədi qalacağı bir cəhənnəmə vasil edər, daxil edər və onun üçün orada alçaldıcı bir əzab var. Allah qorusun. Yəni Peyğəmbərə tabi olmamağın nəticəsi insanın qiyamət günü Allahın əzabı ilə qarşılaşmasıdır. Ona görə dəyərli qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləm nəyi danışıbsa, nəyi buyurubsa, nəyi tövsiyə edibsə və nədən çəkindiribsə, o onu öz havasından etməyib. O ona Allahdan olan bir ilham və bir vəhiy vasitəsilə edib. Ona görə də Peyğəmbərin danışıqları ümmətin üzərində əsas və mühüm və vacib olan, götürüləsi olan məsələlərdir. Hər bir müsəlman üzərinə vacibdir. Allahla bərabər Peyğəmbərə tabi olmaq. Çünki oxuduğum ayələrdə Allah Teala birbaşa əmr edir Peyğəmbərə tabi olmağı və Peyğəmbərin buyurduqlarını götürməyi və eyni zamanda Peyğəmbərə qarşı gəlməyin də acı nəticəsi olmasını bildirir Allah Teala. Ona görə də dəyərli qardaşlar, bizim üzərimizə düşən Rasulullah sallallahu aleyhi və səlləmin sözlərini qiymətli tutmaqdır. Onun sözlərinə əhəmiyyət və önəm verməkdir və onu həyatımızda tətbiq etməkdir və yaşamaqdır. Necə ki, fikir verin, diqqət edin. Peyğəmbər sallallahu aleyhi və səlləmin dönəmində olan o dönəm səhabələrin əsri ən qiymətli, ən dəyərli bir əsr idi, nəsil idi. Və onlar Allah Rəsulunun sallallahu aleyhi və səlləmin sözlərini, buyurduqlarını həyatlarında tətbiq etməkdə nümunəvi şəxsiyyətlər idi. Yəni hər bir müsəlman Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələrinə nəzər yetirsə, görər ki, onlar Allah Rəsulunun buyurduqlarını, əmrlərini və qadağalarını öz həyatlarında tətbiq etməkdə ən nümunəvi şəxsiyyətlər idilər. Həqiqətən elə idi. Yəni onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin buyurduqlarını, dinin bütün əhkamlarını əməli şəkildə tətbiq etməkdə nümunəvi şəxsiyyətlər idi. Necə ki onlara buyurulurdu, onlar onu əməl edirdilər. Necə ki onlara o əməllər çəkindirilirdi, onlar həmən onu dərhal yerinə yetirirdilər. Fikir verin, Peyğəmbər sallallahu aleyhi və səlləmi sevməkdə səhabələr və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmaqda nümunəvi şəxsiyyətlər idi. Yəni onların həyatına nəzər yetirən hər bir insan baxar ki, Allah Rəsulunun buyurduğunu
və ona tabi olmağı və onu sevməyi dərhal onlar həyatlarında tətbiq edərdilər. Və bu da onların nümunəvi şəxsiyyət olmalarının göstəricisidir. Ona görə də ümmətin hər bir fərdi Peyğəmbər sallallahu aleyhi və səlləmi sevən sahabələrə nəzər yetirməlidir. Baxmalıdır ki, onlar Allah Rəsulunu necə sevirdilər, necə onlar Allah Rəsulunun sözünə əhəmiyyət verirdilər, önəm verirdilər, əmirlərini həyatlarında əməli olaraq tətbiq edirdilər, eyni zamanda da qadağan etdiyi şeyləri əməli olaraq tətbiq edirdilər. Bu onların nəyindən irəli gəlirdi? Allah Rəsuluna olan sevgilərindən və tabiçiliklərindən. Ona görə də ümmətin özünə örnək götürəcəyi şəxsiyyətlər olmalıdır. Sahabələr. Allah onlardan razı olsun. Fikir verin, diqqət edin əziz qardaşlar. Allah və Rəsulunun əmrləri bəzən nəfslərin istəklərinə zid olurdu, zid gəlirdi. Hətta onların alışdıqları və öyrəşdikləri şeylər var idi ki, o şeylərə belə zid olurdu. Lakin buna rəğmən onlar Allah və Rəsulundan gələn əmr və qadağanı o itaəti yerində dərhal icra edirdilər, yerinə yetirirdilər. Əmr və qadağa sözləri onlara çatan kimi və onlar məhəbbətin, Allah Rəsuluna olan o məhəbbətin sübutunu əməli şəkildə tətbiq edirdilər. Fikir verirsiniz, onlar necə Allah Rəsuluna qarşı olan o sevgilərini əməllərində göstərirdilər. Həyatlarında tətbiq edirdilər. O şey ki, Allah və Rəsulundan gəlirdi onlara, əmr və qadağalar gəlirdi. Onlar o saat baxmayaraq ki, onların nəfslərinə zid gəlsə də, xoş olmasa da, hansı ki, onlar onu adət eləmişdi, öyrəşmişdi. Amma dərhal o əmrlər gələndə, qadağalar gələndə onlar onu dərhal ona itaət edərdilər. Və onların tabiçiliyi bariz şəkildə ortaya çıxardı. Onlar Allah Rəsuluna tabi olmaqda gecikməzdilər. Onlarda şəriətin əhkamları heç zaman müzakirə mövzusu olmazdı. Allah və Rəsulu nəyi buyurardı, onlar dərhal onu həyatlarında tətbiq edərdilər. Yəni onlar üçün bir müzakirə mövzusu olmazdı. Rasulullah sallallahu aleyhi və səlləmlə gələn əmrlər və qadağalar. Lakin bizim günümüzdə bəzən insanlar bəziləri qalxıb deyirlər ki, nə üçün İslam bunu haram etdi, nə üçün İslam bunu tərk etdi və s. kimi narazı olan ifadələr. Amma səhabələr Allah Rəsulundan gələn qadağan və əmrləri dərhal öz həyatlarında tətbiq etməkdə ortaya qoyardılar. Onu göstərərdilər. Fikir verirsiniz əziz qardaşlar, onlar Allah Rəsuluna tabi olmaqda ən nümunəvi, ən örnək götürəcək şəxsiyyətlər olub. Ona görə də müsəlmanlar, ta qiyamətə qədər yaşayan müsəlmanlar Rasulullah sallallahu aleyhi və səlləmin səhabələrinin özünə nümunə götürməlidir. Çünki onlar əməli şəkildə Allah Rəsulunun sözlərini həyatlarında tətbiq edirdilər. İndi bir neçə hədis oxuyacağım, diqqət edin o hədislərə. Onlar o hədislərlə Allah Rəsuluna olan sevgilərini necə ortaya qoyurdular? Dərhal onu əməl edirdilər. O hədislərdən biri əziz qardaşlar Ömər ibn Xəttabın hədisidir. Ömər ibn Xəttab Allah ondan razı olsun. Qaradaşın önündə bilirsiniz, duran zaman baxın nə deyir? Deyir ki, Qaradaşın önündə duran zaman İnni lə'ələmu ennəkə həcərun lə tədurru və lə tənfə. Mən bilirəm ki, sən bir daşsan. Nə zərər, nə də fayda verməyə qadir deyilsən. Fikir verin. Deyir ki, وَلَوْلَا إِنِّي رَأَيْتُ رَسُولَ اللّٰهِ يُقَبِّلُكَ مَا قَبَّلْتُكَ. Deyir ki, mən Rasulullah sallallahu aleyhi və səlləmin səni öpdüyünü görməsəydim, mən də səni öpməzdim. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləmə Ömər ibn Xəttabın sevgisi və tabiçiliyi bu hədisdə necə üzə çıxır. Qaradaşın önündə durur və Qaradaşa deyir ki, mən bilirəm ki, sən bir daşsan. Sən nə zərər verməyə qadir deyilsən, nə də fayda verməyə qadir deyilsən. Mən gördüm ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səni öpdü, mən də onun üçün səni öpürəm. Peyğəmbər öpməsəydi, mən səni öpməzdim. Bu, Ömər ibn Xəttabın Allah Rəsuluna olan sevgisinin göstəricisi idi. Allah Rəsuluna olan tabiçiliyinin bariz göstəricisi idi. Əsas tabiçiliyinin göstəricisi idi. Ona görə əziz qardaşlar, səhabələr Peyğəmbər sallallahu aleyhi və səlləmin sözlərini və feillərini dərhal həyatlarında tətbiq edərdilər.
Ona görə onlar nümunəvi şəxsiyyətlər olub. Ona görə onlar bütün ümmət üçün nümunəvi örnək götürəcək insanlar olub. Və olmalıdır. Ömər ibn Xəttabın əməli hər bir müsəlman üçün örnək olmalıdır. Peyğəmbərin etdiyi əmələ qarşı görün necə diqqətlə yanaşır. O tabeçilik, o sevgi, o məhəbbət. Fikir verin. Başqa bir hədisdə diqqət edin əziz qardaşlar. Başqa bir hədisdə Ənəs ibn Məlikin rəvayət etdiyi Buxaridə gələn bir hədisdir. Ənəs ibn Məlik deyir ki, mən Əbu Talha da sahabələrdən olub. Allah ondan razı olsun. Əbu Talhanın evində su paylayırdım. Su paylayan idim. Və o zaman şərab haram olmamışdı. Haram edilməmişdi. Həmin dönəmdə, həmin vaxtda Əbu Talhanın evində bir neçə nəfər var idi. Yəni onlar da sahabələr idi. Həmin vaxt deyir, mən onlara deyir şərab paylayırdım. O da fədix adlanırdı. Onun adı fədix, həmin içkinin adı fədix adlanırdı. Xurmadan hazırlanmış bir içki növüydü. Bu əsnada deyir, mən paylayan əsnada Peyğəmbər sallallahu aleyhi və səlləmin xəbəri gəlir çatır. Allah Rəsulu bir nəfəri göndərir və elan edir ki, artıq şərab haram edildi. Peyğəmbərin göndərdiyi şəxs Peyğəmbərin əmrini gətirib həmin Əbu Talhanın evinə çatdıranda xəbər verir ki, artıq deyir Peyğəmbər şərabın haram olmasını bəyan etdi, bildirdi. Və bilin ki, artıq şərab, içki haram edildi. Həmin əsnada baxın Əbu Talha nə deyir? Ənəs ibn Məlik deyir ki, Allah ondan razı olsun. Həmin vaxt deyir Əbu Talha mənə dedi ki, bütün o şərabların hamısını dərhal deyir evdən çıxart. Ənəs ibn Məlik deyir ki, Əbu Talha mənə deyən vaxtı və mən deyir bütün o şərabların hamısını deyir evdən çıxartdım, deyir atdım, tökdüm çölə. Rəvayətdə gəlir ki, şəhərin deyir küçələrində deyir bütün deyir o şərab axırdı deyir. Başqa bir hədisdə gəlir ki, o evdə olan şəxslər ki var idi, səhabələr. Həmin o şəxslər deyir, bir daha deyir qayıdıb soruşmadılar o şərabın haram olması barəsində nə üçün o şərab haram oldu. Peyğəmbər sallallahu aleyhi və səlləmin xəbər verən o insan ki var idi, xəbər verən, xəbər gətirən şəxs ki var idi, onlar heç biri deyir, soruşmadılar ki, Allah Rəsulu niyə onu haram etdi, nə üçün haram edildi. Fikir verin, burada önəmli məsələ, önəmli nöqtə nədir? Səhabələr dərhal Allah Rəsulundan gələn xəbəri, əmri yerinə yetirdilər. Əsas önəmli nöqtə budur. Yəni, hansı ki, onların cəmiyyətində onlar ona alışmışdı, onlar ona adət etmişdi, öyrəşmişdilər. Və onların ola bilsin ki, təbiətlərinə həmin vaxt o ağır gələrdi. Çünki onlar öyrəşmişdilər ona, o şəraba. Lakin deyir, Peyğəmbərin əmri gəldiyi vaxtı həmin əsnada deyir, Ənəs ibn Məlik mənə dedi ki, dərhal deyir, onları çıxart deyir, evdən çölə çıxart. O içkinin hamısını deyir, çölə çıxardıb deyir, tökdüm deyir. Hətta başqa rəvayətdə az öncə dedim ki, gəlir ki, onların heç biri, orada olanların heç biri qayıdıb o barədə soruşmadılar. O xəbər verən kişidən soruşmadılar ki, niyə o içki haram edildi. Fikir verirsiniz əziz qardaşlar, bu hədisdə göstərilən əsas bizə şahid olan nədir? Yəni onlar Peyğəmbərin əmrini dərhal yerinə yetirirdilər. Dərhal onu qəbul edirdilər. Bu onların Peyğəmbərə olan tabeçiliyinin və sevgisinin açıq-aşkar göstəricisi idi. Əməli şəkildə onlar onu göstərirdilər. Fikir verirsiniz? Ona görə nümunəvi şəxsiyyətlərdir. Sonra başqa bir rəvayətə diqqət edin əziz qardaşlar. Abdullah ibn Ömərin hədisidir bu da. Allah ondan razı olsun. Radiyallahu anhuma. Deyir ki, Abdullah ibn Ömər, insanlar deyir Quba məscidində sübh namazını qılan əsnada, həmin əsnada deyir bir kişi deyir gəldi, belə bir söz dedi. Dedi ki, bu gecə deyir Rasulullah sallallahu aleyhi və səlləmə Qurandan ayələr nazil oldu. Fikir verin, onların hamısı həmin əsnada namaz əsnasındaydılar. Həmin vaxt namazdaydılar. Və o kişi gəlir deyir ki, Rasulullah sallallahu aleyhi və səlləmə bu gecə Qurandan ayələr nazil oldu. Və ona əmr olundu ki, qibləni dəyişdirsin, çevirsin.
Çünki onlar həmin vaxtı Beytül Məqdisə tərəf, Qüdsə tərəf namaz qılırdılar. Kəbə istiqamətinə yox. O vaxtı. Və xəbər gətirən adam bunların sübh namazında Quba məscidində üzü Beytül Məqdisə tərəf namaz qıldığı vaxtda xəbər verir ki, bu gecə Peyğəmbərə ayələr nazil oldu. Və Peyğəmbərə əmr olundu ki, üzünü Kəbə istiqamətə çevirsin. Və elə isə siz də deyir, üzünüzü Kəbəyə çevirin. Həmin vaxtı onlar üzləri Şam istiqamətində idi, Beytül Məqdisə tərəf. Və onlar deyir, həmin vaxtı namaz əsnasında o xəbəri verən kişinin xəbərinə əsasən dərhal üzlərini çevirdilər Kəbəyə. Dərhal. Başqa bir rəvayətdə gəlir ki, onlar deyir, rükü əsnasındaydılar. Rüküdə olduqları zaman yəni çevrilirlər. Hədisdə əsas şahid nədir? Yenə Peyğəmbərin, səhabələrinin Peyğəmbərin əmrinə qarşı olan o tabiçilikləri idi. Xəbəri gətirən insan xəbər verir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin və ona əmr olundu ki, üzünü Beytül Məqdisdən Kəbəyə çevirsin və onlar da dərhal və həmin şəxs dedi ki, siz də üzünüzü çevirin. Və onlar da namaz əsnasında üzlərini Kəbəyə çevirirlər. Fikir verin əziz qardaşlar, hədisi Buxar rəvayət edib. Yəni bu hədislər nəyi göstərir? Bu hədislər onu göstərir ki, səhabələr Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçilikdə əməli şəkildə onu göstərirdilər. Əməllərində Allah Rəsulunu həm sevirdilər və həm ona tabi olmaqda öz əməllərini ortaya qoymuşdular. Ona görə də dəyərli qardaşlar, Allah Rəsulundan gələn əmrlər və qadağalar tək səhabələr üçün deyil. Hər bir müsəlman, ümmətin hər bir fərdi yaxşı-yaxşı düşünməlidir, fikirləşməlidir və özünü İslama nisbət edən hər bir mömin, hər bir müsəlman, kişi və qadın bilməlidir ki, Rasulullah sallallahu aleyhi və səlləmlə gələn bütün əmr və qadağalar yalnız sadəcə səhabələrə aid deyildir. Sahabələrdən sonra ta qiyamət saatına qədər olan bütün ümmətin hər bir şəxsinə aiddir. Əgər bir insan özünə müsəlman deyirsə, iman gətirdiyini iddia edirsə, mömin olmasını iddia edirsə və inanclı olmasını iddia edirsə, o zaman Allah Rəsulundan gələn bütün əmr və qadağalar ona da şamil olur, ona da aiddir. Ta qiyamət saatına qədər yaşayan hər bir ümmətin fərdinə, hər bir ümmətin üzvünə, yalnız sahabələrə aid deyildir. Xitab, Allah və Rəsulundan gələn xitab bütün ümmətin hər bir üzvünə aiddir. Ona görə də əziz qardaşlarım, və sən də bilməlisən ki, sən də bu ümmətin bir üzvüsən. Bu ümmətdən bir kimsəsən. Ona görə də biz əgər özümüzü İslama nisbət ediriksə, müsəlman deyiriksə, Allaha tabi olmağımızı iddia ediriksə, o zaman Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmin buyurduqlarına da tabi olmalıyıq. Çünki Allahın gətirdiyi din Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmə nazil olub. Ona görə də dəyərli qardaşlar, İslam dini bütün insanlığın həyatına yön vermək üçün gəlmiş bir dindir. İslam dini insanların həyatını islah etmək üçün və insanların qurtuluşa nail olması üçün gələn bir dindir. Elə bir dindir ki, bütün insanlığın xeyri və səadəti üçündür. Fikirləş əziz qardaşlar, fərz et ki, bir yerdən bir yerə, bir məkandan bir məkana deyir, səyahət etmək istəyən bir karvan var. Diqqət edin. Deyir ki, fərz et ki, bir məkandan bir məkana səyahət etmək istəyən bir karvan var. Yəni, yol da uzundur, çox məşəqqətli və çətin bir yoldur. O yolu da yalnız bir nəfər tanıyır. Sonunu, nəticəsini yalnız bir nəfər bilir. O şəxsdən başqa heç kim o yolu tanımır. Əgər insan deyir, əgər onu tərk edərsə, insanlar deyir, onu tərk edərsə, ondan uzaq düşərsə, o yolu tanıyandan, o zaman deyir, nəticə etibarı ilə o həlak edəcək. O yolun sonuna gedib çata bilməyəcək. Və eləcə də insanların əsas səadəti, xoşbəxtliyi məhz Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmə tabi olmaqdan asılıdır. Deməli, əgər insan səadətə nail olmaq istəyirsə və ya əgər insan xoşbəxtliyə nail olmaq istəyirsə, nicata çatmaq istəyirsə, bilməlidir ki, onun bir dənə yolu var.
Allahın göndərdiyi Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmə tabi olmaqla mümkündür. Ona görə də əziz qardaşlarım, möhtərəm müsəlmanlar, bizim səadətimizin, xoşbəxtliyimizin və nicata, qurtuluşa çatmağımızın yolu yalnız Allah subhanahu və teala'nın göndərdiyi Muhammed sallallahu aleyhi və səlləm yoluna tabi olmaq və onun yolunu izləməklə mümkündür. Allahdan diləyirəm ki, bizim hər birimizi Allaha və onun rəsuluna ən gözəl şəkildə tabi olan qullarından etsin. Allahdan istəyirəm ki, bizim hər birimizi Allah və rəsulunun yolunda ixlaslı etsin və bizi daim salih əməllər üzərində yaşatsın. Allahdan istəyirəm ki, bizlərin valideynlərinə rəhm eləsin, zürriyyətimizi salihlərdən etsin və Allah Teala zülmə məruz qalan bütün müsəlmanlara yardım etsin. Və Allahdan istəyirəm ki, bizim hər birimizə iman üzərində yaşayıb, iman üzərində ölməyi müvəffəq etsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkəllahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.